kimi bu Şahan Tağıyevin 5 hektar ərazisidir. Gölü, beşetkası, ferması, kolkosu qırdığı mənimsədiyi yerlərdir 2 hektar. Hələ bunun qabağındakı daşı yerləri demirəm. Baxın, yuxarı rəhbər şəxslərimi üzümü tuturam. Bir bələdiyyə sədrini bu qədər yerlər olar mı? Bu bir göl olar mı? 2 hektar yaxın gilas bağı olar mı? Qabaqda 5 hektar nektarın bağı olar mı? Göy Allah'ın istağfurullah yer bunların. Xahiş ilə bunun haqqında ciddi tədbirlər görün. Artıq dərəcədə. Ölkədə korrupsiya və rüşvətlə mübarizənin aparıldığı bir zamanda ucqar kənd bələdiyyələrindən gələn şikayətlər hələ bu sahədə çox işin olduğuna işarədir. Quba rayonu Aqbil kənd sakini Müzəffərov Ümid kanalımıza müraciət edərək bələdiyyə sədri Şahin Tağıyevdən şikayətçidir. Vətəndaş iddia edir ki, Tağıyev qanunsuz işlərdə məşğuldur. Ətraflı süjetimizi izləyək. Müzəffərov Ümid Cavanşiroğlu, Quba rayonu Aqbil kənd sakini. Mən buradan bir vətəndaş kimi ölkə başçımıza səslənirəm, cənab möhtərəm İlham Əliyevə. Prezidentimizin bir nömrə qərarında var ki, korrupsiya yoxdur ya, rüşvətə son deyək. Amma əfsuslar olsun ki, biz korrupsiyanın mənbəyindəyik. Korrupsiya qlobal yerində yerləşmişik, yaşayırıq, məskunləşmişik. Xahiş edirəm, cənab möhtərəm prezidentimizdən ki, görün haqsızlıq, insan hüquq normu prinsipləri harda pozulur. Gördüyünüz bu ərazi Şahan Tağıyevin qohumlarını verdiyi yerdir. Bu gördüyünüz ərazidə xalqın öz sahəsidir. Mən buradan öz sesimi ölkə başçımıza çatdırmaq istəyirəm ki, dahi Ulu Öndər Heydər Əliyev dahi şəxsiyyətimizin bir sözü var. İnsan haqlarına girməyin, insan hüquqlarını pozmayın. Korrupsiya olan yerdə vətəndaşlar yaşamasın. Şahan Tağıyev bəldi sədri mənim hüquqlarımı paramparça edib. Korrupsiya işləri məşğuldur. Bir bəldi sədrini 20 hektardan yuxarı yeri var, yoxsa yox. Vəzifəsində sui-istifadə edən öz qohumlarına, öz yaxın şəxs bildiyi insanlara yerlər verir. Bakıda evləri var və s. və ilaxır. Gördüyünüz kimi, ey xalqın, ey dövlət rəhbər şəxslərin, epidemiya, ekologiya baş alıb gedir. Ekoloji terror deyirsiniz var, qanunsuz evlərin tikintisi deyirsiniz var, qanunsuzluq qohum əqrəbəsinə hektarlarla yerləri verməsi var, qanunsuz işletkalarda maaş götürməsi var. Bir dəfə də ən az maaş, maksimum maaş 350 manat. Yuxarı rəhbər şəxslərdən mən üzümü tutub səslənirəm ki, ən aşağı qurumdan yuxarı qurumuna can hamının bir dənə maaş kartı var. Ayın axırı gidib maaşını alıb, kartını alıb, pulunu alırlar. Halal pulunu alırlar. Amma Şahin Tağıyevin cibində 10 dənə kart, hektarların yerləri, qohum əqrəbəsinə yerlər, arvadı bəldiyə qulluqçusudur, qızı başqa iştiraklardan pul alır. Bu oyunda klubun müdürüdür, klubun arvadı süpürgəçisidir. Minimum də əmək haqqı 350 manatdır. Bunlar boş iştiraklar açırlar, işə gitmədən maaş götürürlər. Dövləti də bunlar aldatırlar, bunlar şovbazdır, bunlar dövləti də kələ gəlməyi bacarırlar. Gördüyünüz kimi bu Quba rayonu Aqbil kəndi ərazisidir. Həmçinin Əlbaşa yolunun üstüdür. Baxın, Ekoloji Təbii Sərvətlər Naziri Şahin Tağıyevin ərazisini günlərdədir. Bir bələdiyyənin ərazisini gündədir. Baxın, zibilli, gigiyenik qaydalar görürsünüz necə tərəf olub gedir. Baxın, ekologiya. Bu bir də zibil heç ölkə yerində yoxdur, ölkədə yoxdur. Baxın, necə antisaraya baş alıb gedir. Burada kim nə hissəsi getirib ata bilir, gördüyünüz kimi. Gördüyünüz kimi bu Quba rayonu Aqbil kəndinin bəldi seçki məntəqə dairəsidir. Bu bəldiyəmizin fəaliyyət göstərdiyi bir məntəqədir. İndi bəldiyəmizin fəaliyyət göstərən məntəqənin arxasını göstərəcəm sizə. Görün nə vəziyyətdədir. Hazırda gedirəm çəkilişlə. Bu bəldi binasının arxasıdır. Görün bu nə işlərlə məşğuldur. Baxın. Hazırda gəldik. Gördüyünüz kimi, görün zibil, ekoloji vəziyyətə baxın. Baxın, ekoloji vəziyyət. Bu bəldi binasının arxasını görürsünüz. Yoldaş vətəndaşlar, cənab məmurlar, görürsünüz. Bu bəldiyənin fəaliyyətini görürsünüz. Bu hələ bəldi binasının arxasıdır.
Görün nə vəziyyətdir, nə ekoloji problem yaranıb. Baxın, görün. Mən yalan danışıramsa deyin ki, siz yalan danışırsınız. Bəldi binasının arxasına baxın. Bu Ekologiya Təbii Sərvətlər Nazirliyi nəyə baxır? Nəyə göz yumur? Ümid edir ki, aidiyyatı qurumlar məsələni nəzarətə götürüb problemin həllinə çalışacaqlar. Bu arada səsləndirilən iddialarla bağlı bütün maraqlı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.